seçirəm. Passage about-ları həmişə axıra saxlayıram. Baxıram false olana. Bəhlulzadə's work have been shown not only in Azerbaijan but also abroad. Not only but also görəndə bu çox vaxt düz olur. Əksər hallarda bunu saxlayıram. Bəhlulzadə work mənə false lazımdır. Baxın şərti oxuyun, sonra keçin sonra. False səhv deməkdir. Bəhlulzadə work with some styles of art. Bəhlulzadə çoxlu fərqli stillərdə rəsm əsərləri yaradıb ola bilər, hardasa düzdür. Mətni oxumamışam, heç bir xəbərim yoxdur, sizdən bir yerdə işləyirəm. İşarələr deyirəm. Məsələn, not only but also görəndə çox vaxt düz olur. Sonra Bəhlulzadə founded modern Azərbaycan landscape painting. Bu yəni məncə düzdür. Azərbaycanın təbiətini, ətraf mühitini çəkib ola bilər. Bəhlulzadə was the creator of the traditional techniques. Ənənəvi, yerli ənənəvi texniklərin yaradıcısıdır. Bunu mətndən baxmalıyam. At the first, Bəhlulzadə painted natural realistic style. Deyir ki, ilklərdə ilk olaraq Bəhlulzadə realistik stildən təbiəti çəkib. İndi mən nəyə baxmalıyam mətndə? Creator of traditional techniques və də Bəhlulzadə painted natural realistic style. Birinci traditional techniques-ə baxaq görək. Traditional techniques. Baxıram. Bax, realistic style tapdım. In the early years, baxın, early years Bəhlulzadə painted natural and realistic styles and following traditional techniques. Following nə deməkdir? İzləmək deməli. Deməli, adət-ənənəvi texnikləri izləyirdi, yaratmayıb. Amma bizə nə deyirdi? Deyirdi ki, was a creator, yəni yaradıcısıdır. Yaradıcı deyil axı. Yaradıcı həmin adət-ənənəni izləməz. Deməli, kimsə onu yaradı, bu da Bəhlulzadə onun yaradıcılığı izləyir. Yəni d səhvdir burada. Y düzdür. Sonra 74. What did Səttar Bəhlulzadə during his creative career? O yaradıcı karyerası ərzində nə edib? Baxaq görək nə edib. He developed his own unique artistic style. Təbii ki, ola bilər. Çünki deyin özünün şəxsi artistik stilini inkişaf elətdirib. Bu böyük ehtimal ki, düzdür. He won many prizes for his artwork. Deyir çoxlu hədiyyələr qazanıb. Buna baxmalıyıq. Priz sözünü tapmalıyıq. Baxın, Səttar Bəhlulzadə received many awards, held exhibitions in different countries. Awards qazanmaq deməkdir. Sonra, daha doğrusu received qazanmaqdır, awards mükafatdır. Yəni mükafat qazanıb, iki də düzdür. He left behind a legacy to that no impact. Baxın, no impact varsa, no varsa əksər hallarda səhvdir, onu çıxırsız gedir. He became known as outstanding reporter. Reporter şərhçi deməkdir, şərh edən deməkdir. Yəni xəbər aparan speaker kimi. Axı o rəssam idi, nə əlaqə? Reporter. Yəni səhvdir. He painted his picture in such a way they looked like were taken from space. Buna baxmalıyıq. Deməli bizim variantımız 1, 2, 5 ola bilər. Yəni Y variantı ola bilər. Hər ehtimal Y-dir, eləyək. Bir dənə də baxaq. He painted his picture such a way they looked like they were taken from place. O cümlənin özünü ya da o cümlənin özünə oxşar bir cümlə tapmalıyıq. Place olan bir söz tapmalıyıq cümlə. Baxın. Some of his artworks are so imaginative and details that they remind me of photos as taken from space. Eyni şeydir. Eyni cümlədə sadəcə sinonimlərlə əvəz ediliblər. Yəni variantımız 1, 2, 5-dir. Doğrunu istəyir də bizdən, hə. 75. He used soft colors and strong paintings lines to make. Deyir o çox yüngül rəngləri və güclü rəngləri nəyin xəttini çəkmək üçün istifadə edirdi? Soft bir də strong paintings lines tapmalıyıq. Bayaq oxudum. Gözümə dəydi. Baxın. By using a combination of pale colors and strong brushes, he managed to make nature appear even more vivid and magical than in reality. Burada bizə lazımdır ki, baxaq görək. Nature look more beautiful than its real life. Nature look even bright. Daha parlaq göstərmək üçün, daha belə işıltılı göstərmək üçün güclü və zəif rəngləri, yüngül rənglərin bir-birindən istifadə edirdi. Yəni 1, 3. 76 deyir ki, 3-cü paragrafdan profession sözünün sinonimini tapaq, gəlin tapaq. 3-cü paragraf hansıdır, buranı silim. Balaca paragrafda görək hansıdır. Sonra his career, elə karyera sözü. Karyera bildiyimiz karyeradır, iş həyatı deməkdir. Burada bizdən nə soruşurdu? Elə profession, peşə. Peşə, iş, eyni mənadır, yəni career olmalıdır burada. Baxaq, başqa söz yoxdur, bəlkə yenəsi var. Received many awards, held exhibition. Yoxdur, elə careerdir. Yazaq onu.